Salam əziz tələbələr. Bu gün belə bir test tapşırığına baxacağıq. Bu test tapşırığı müəyyən illərdə qəbula, magistr qəbuluna düşmüş sualdır. Deməli, burada qeyd eləyir ki, aşağıda göstərilən hərflər müxtəlif, bir-birindən fərqli müxtəlif rəqəmlərlə işarə olunmuşdur. Onları deyir ki, sualda belə deyir ki, A bərabər 2 olarsa, T-nin ala biləcəyi qiymətləri cəmini tapın. İndi gəlin A-ya 2 qeyd eləyək burada. Tez bunları 2 qeyd eləyək. Sonra digər rəqəmlər neçə ola bilər, hərflər hansı rəqəmlərə uyğun gələ bilər, onları müəyyənləşdirək. Onun əsasında isə T-ni tapaq. Deməli, belə. Buradan lap əvvəldən götürək ki, görürük ki, bu 4 dənə ədədin toplanmasından nəsil sözü alınmışdır. Yəni, hərflərin toplayıb nəsil sözü alınır. Nəsil sözündə biz rəqəmləşdirəcəyik. Görək hansı rəqəmlərdən formalaşıb, hansı ədəd alınır. Burada qeyd eləyək ki, əgər bu 4 dənə kombinasiya özünün maksimum qiymətlərini alsa belə, n1-i aşa bilmir. Yəni, əgər tutaq ki, fərz edək ki, n9-dur, misal üçün, bu 9 olsa belə, tutaq ki, bu 1-i 9, 1-i 8, eləyir 17, 8000, 9000, yəni 17000 neçə eləyir? Bunların üstünə gələndə uzağı 18000-ə yaxın keçər, 19000-ə yaxınlaşar. Yəni n hərfi 2-ni aşmayacaq. Bunların maksimum qiymətlərində belə n hərfi 1 olacaq. Yəni bunu biz başa düşürük. Görürük ki, n hərfi 1-i aşmır. İndi n hərfini tapdığımıza görə artıq biz digər hərfləri tapa bilərik. Başlayaq elə B-nin özündən. B-yə nələr qalıb qeyd eləyək. Buradan tutaq ki, B-yə qalıb 3, 4, 5, 6, 7 və 8, 9. 9 qalıb. Və indi buradan baxaq. Əgər görürük ki, n-yə 1 yazaq, burada da 1 yazaq, burada da 1 yazaq, burada da 1 yazaq. Əla. İndi demək qeyd eləyək ki, əgər n 1-dirsə, B ilə n-in toplayanda artıq bu geriyə 2 rəqəm qalır. Nə alınırsa, yəni 2 rəqəmli ədəd alınırsa, deməli B-nin qiymətlərinə baxaq. Əgər B 3 olsa, 3-ün üstə 1 gələn 4 eləyir. Bu 3A üstə gəl ə-ni toplayanda 1 qalsa belə, 3-ün üstə 1 gəlsin 4. Yəni 2 rəqəmli ədəd alınmır. Yəni onluq ədədi alınmır. Ona görə 3 ola bilməz. Daha sonra tutaq ki, B 4-dür. 4 üstə 1 gəlsin 5 eləyir. Buradan 1 qalsa belə 6 eləyir. Gətirib tutaq ki, bura 6 yazsa, bəs n o 10 ilə başlayan rəqəm onluq eləməlidir. Bu ilə n-nin cəmi üstünə 1 gəlsə hətta. Ona görə 4-ə çıxdı. Tutaq ki, 5-in üstünə 1 gələndə 6 eləyir. 6-nın da buradan 1 də qalsa 7. Deməli, o da gəlib çatmır onluğa. Deməli, n-nin üstünə tutaq ki, 6-dır bu. 1 gələndə 7. 6, 7, buradan 1 gələndə 8 yenə ödəmir. 7-nin üstünə 1 gələndə 8 eləyir. 8-dən burada 1 qalsa belə yenə çatmır, 9 eləyir. Hə, indi 8-in üstünə 1 gələndə 9 eləyir. Buradan 1 qalsa 10 eləyir. Bu ödəyə bilər. 9 da ödəyə bilər. Yəni 9 üstə 1 gəlsən 10 eləyir. Amma 9-da biraz məsələ fərqlidir. Çünki 9 üstə 1 gələndə 10 eləyir. Buradan 1 qalsa bu da 11 eləyir. N-dən n də 1 olar. Bu düz olmaya bilər hələ ki. Amma hələ ki silmirik. Çünki bilmirik 3 dənə A-nın üstünə ə gələndə buradan 1 qalacaq və yaxud qalmayacaq. Bunları fərz elədik. Fərz edilmiş şəkildə belə onluğa çatmırlar deyə bunları sildik. İndi gəlin belə bir şeyə baxaq. Görürük ki, burada 3 dənə A üstünə ə gəlib L alıb. Burada 3 dənə A üstünə ə gəlib S alıb. Amma eyni alınmalı idi, düzdür? Ona görə buradan fərz edirik ki, Tn üstə gəlib Bn var ha. Oradan 1 qalıb ki, gəlib bunun üstünə bu fərqli hərf alınıb, S alınıb, L alınmayıb. Deməli, buradan 1 veriləcək bura. Onu yadda saxlayaq, o bizə kömək olacaq. O qalsın orada. İndi gəlin baxaq. Fərz edək ki, B 8 olsun.
B-yə 8 verəndə, taş yazaq elə bura görünsün. 8 üstə 1 gəlib 9 eləyir. Düzdür? Əgər 9 yazsaq bura, əgər 9 yazsaq bura, biz gedib burada da 9 yazmalıyıq. Düzdür? Amma 2-nin üstünə 2, 3-dən 2-ni toplayan 6, əgər 9 olduğu təqdirdə eləyir 15. 5 yazıb 1 yadda saxlasaq. 8 üstə 1 gəlib 9 alınsa, 1 yadda saxlansa, baxı 10 olur, 0 olur. 0 yazır, buna bu düz gəlmir. Buradan o nəticəyə gəlir ki, B 8 ola bilməz. B neçə ola bilər? 9 ola bilər. Deməli, 1-də qaldı 9. Ona da qeyd edək ki, B 9 rəqəmdir. Ona görə 8-də silirik, gedir. B 9 olduğu təqdirdə buradan 1 qala bilməz. Əgər onsa B-dən 9-dan başqa heç nə ala bilmirik. 1 qaldığı təqdirdə bu eləyir 9 üstə 1 üstə 1, 11. Əyə də 1 yazarıq onda. O düz olmaz. Çünki N-də 1, Ə-də 1 ola bilməz. Deməli, elə bunu özü 0-dır elə. Burada 0 qeyd edilsə, həqiqətən buradan heç 1 qalmayacaq. 2, 6 eləyir. S-i 6 yaza bilərmi? Xeyr. Çünki demişdik axı, buradan 1 qalır. Deməli, heç neçədir? 7. O da getdi. Deməli, keçək növbəti məsələyə. B-yə 9-umuzu bura qeyd edə bilərik. Artıq yaza biləcəkmi? 9. Deməli, indi T-nin ala biləcək qiymətini tapaq. T-ni yazaq bura. T-yə neçələr qaldı? 0 qalmadı, 1 qalmadı, 2 qalmadı, 3, 4, 5. Burada bunu 0 Ə-də qeyd edək ki, elə də 6 yazaq. 6-da qalmadı, 7-də qalmadı və 8 qaldı. Deməli, gəlin belə baxaq. N1-dir 2, yəni 1 üstəgə 1, 2. 9-un da üstünə 2, yəni 11. Deməli, bunların 3-ün cəmində 11 çıxır. Əgər T 3 olduğu təqdirdə yoxlayırıq bunları. I 4 olar. Çünki 11-in üstünə 3 yanında 14 edəcək. 4 yazacaq. 1 yadda qalacaq. Buradan 6 olacaq. 1 yadda 7, 9, 10 bu rahat şəkildə ödəyir. Daha doğrusu 3, I 4. Deməli, bu ödədi. 3 ödədi. 4 qoyanda isə I olacaq 5. Yəni 5 də istifadə olunmayıb da. Yəni I 5 ola bilər rahat şəkildə. T-də 4 ola bilər. Deməli, burada 1 qalacaq. Bu da normal şəkildə bayaq kimi davam edəcək. 7, 10 olacaq. İndi əgər onda 4 də ola bilər. Əgər 5 olsa 11 üstə 5 yəni 16 eləyir. Eldə 6-da. Deməli 5 ola bilməz. 8 qoyduq təqdirdə I 9 olacaq. B-də 9-da. Ola bilməz demiş, fərqlidir rəqəmlər. 7. Deməli 3 üstə 4 gəlir neçə eləyir? 7. Deməli cavabımız 7-dir. Dinlədiyinizə görə təşəkkür edirəm.